sual odur ki, İslamda cəsusluq eləməyin hökmü nədir? Ümumiyyətlə, icazəli hallar var. Cəsusluq barədə Allah subhanahu wa ta'ala ayə nazil edib. Və lə təcəssəsu. Cəsusluq etməyin. Bu nas sarihdir, açıq aydın. Və lə təcəssəsu. Cəsusluq etməyin. Cəsusluq nədir? Alimlər deyir, huvəl bəhthu an uyubin nəs. İnsanların eybini axtarmaq. Cəsusluq, sən insanların eybini axtarırsan, cəsussan. Bunu Allah subhanahu wa ta'ala qadağan edib. Olmaz. Ümumiyyətlə, əsl budur ki, müsəlmanın eybinin dalınca düşmək olmaz. Əsl budur. Müsəlmanın eybini axtarmaq olmaz. Hətta bir müsəlmanın eybini görərsə, bacardığı qədər onu gizlətməlidir. Bunun üzərində çalışmalıdır. Sanki görməyib, gizlətsin. Əsl budur. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, lə tu'zu əl-muslimin. Müsəlmanlara əziyyət verməyin. Və lə tu'ayyiruhum. Onları tə'yir etməyin. Yəni, tənə vurmayın, yaxud eybləndirməyin onları. Sonra deyir ki, və lə təttəbi'u avratihim. Onların eyblərinin dalınca getməyin, tətəbbu etməyin. Sən çıxmısan, tətəbbu edirsən, görüm kim neynir. Müsəlmanların eybini axtarırsan. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu qadağan edir. Ona görə cəsusluq İslamda, şəriətdə haramdır, icazəli deyil.